Salam dostlar. Videomuz Şəkiyə gedən yoldan başlayır. Məncə hər səyahətin ən gözəl hissələrindən biri elə yolun özüdür. Maşının pəncərəsindən görünən yaşıl dağlar, sərin hava, döngəli yollar. Hələ bilmirdik ki, bugün bizi həm qorxudacaq, həm də çox güldürəcək xatirələr gözləyir. Şəki yaylasına qalxan yol çox döngəli, enişli, yoxuşlu və kifayət qədər çətindir. Hər döngədən sonra tamam başqa bir mənzərə açılır. Bir tərəfdə sıx meşələr, digər tərəfdə dərin dərələr. Amma bu gözəlliklə yanaşı, yol sürücüdən də böyük diqqət və təcrübə tələb edir. Burada tələsmək olmaz. Hər döngəni ehtiyatla keçmək lazımdır. İlk dayanacağımız Şəki yaylası oldu. Yaylada ilk diqqətimi çəkən isə nəhəng yelləncək idi. İlk baxışdan ona minmək istədim. Cəsarətimi topladım və mindim. Yayladakı nəhəng yelləncəyə minməyin qiyməti cəmi 6 manatdır. Düzünü desəm, ilk dəfə irəli gedəndə, sonra geri qaydanda maraqlı, həyəcanlı hisslər yaşatdı. Amma bir neçə saniyə keçəndən sonra artıq öyrəşirsən. Sonra isə sadəcə oturub qarşıdakı mənzərənin dadını çıxarırsan. Əgər Şəki yaylasına yolunuz düşsə, məncə bu hissi yaşayın. Cəmi 6 manata həm adrenalin yaşayacaqsınız, həm də gözəl bir xatirə qazanacaqsınız. Sonra isə getdik ən maraqlı hissələrdən birinə Asma körpüyə. Bu körpü Şəki yaylasının ən çox ziyarət olunan attraksiyonlarından biridir. Körpü dərənin üzərindən keçir və hər addım atdıqca yüngülcə yellənir. Elə buna görə də ilk dəfə keçən insanların çoxu əvvəlcə həyəcan hissi yaşayır. Mən də körpünün üstünə ilk addımı atanda həqiqətən qorxdum. Ayaqlarım əsirdi. Körpü yelləndikcə elə bilirdim ki, geri qayıdacağam. Amma həmin an yoldaşım əlimdən tutdu və dedi ki, qorxma, heç nə olmayacaq. Onun yanımda olması mənə güvən verdi. Biraz keçəndən sonra hiss etdim ki, artıq qorxum yavaş-yavaş keçir. Əlimi ipdən buraxdım və heç nədən tutmadan yeriməyə başladım. Sonra isə özüm də təəccübləndim. Biraz əvvəl qorxudan dayanan mən artıq körpünün üstündə rahat gəzirdim. Qeyd edim ki, Asma körpünün qiyməti bir nəfər üçün 2 manat təşkil edirdi. Daha sonra isə iş tamam dəyişdi. Körpünün üstündə qaçmağa başladıq. O qədər güldük ki, qorxu tamamilə yaddan çıxdı. Elə həmin an başa düşdüm ki, qorxuların çoxu sadəcə ilk addıma qədər olur. Yoldaşım isə məndən də cəsarətli idi. O, körpünün kənarındakı iplərdən tutaraq ayaqlarını havaya qaldırmışdı. Mən baxdıqca yenə həyəcanlanırdım, amma çox rahat idi. Onun rahatlığı mənə də cəsarət verdi. Deməli, gördüyünüz bu körpü ilə, hansı ki, hardan başladığını artıq mən burada göstərə bilmirəm. Bax, bu şəlaləyə gəldik. Bu göy Asma körpüdən adını düz deyirəmsə, Asma şəlaləyə gəlmişik. Bəzi mənbələrdə qeyd olunur ki, Asma şəlalə süni deyil, dağlardan gələn təbii bulaq sularının qayaların üzərindən axması nəticəsində yaranır. Bəzi mənbələrdə isə ərazidəki şəlalənin qismən süni formada yaradılması qeyd olunur. Şəki yaylasındakı zipline Azərbaycanın ən uzun ziplinelarından biri hesab olunur. Gediş və dönüş xəttinin ümumi uzunluğu təxminən 1 kilometrdir. Bu, həm adrenalin sevənlər, həm də fərqli təcrübə yaşamaq istəyənlər üçün əla seçimdir. Ən gözəl tərəfi isə odur ki, burada məqsəd təkcə attraksiyona minmək deyil. Sən eyni zamanda Böyük Qafqazın əsrarəngiz mənzərəsini, təmiz dağ havasını və Şəkinin təbiətini tamamilə fərqli rakursdan izləyirsən.
arxasındakı gəzintimizi başa vurduqdan sonra artıq günorta yeməyinin vaxtı idi. Turumuzun növbəti dayanacağı Şəkinin ən məşhur yeməklərindən birini dadmaq oldu. Elə otelimizin yaxınlığında yerləşən Qaqarin restoranına yollandıq. Şəkiyə gəlib piti yemədən qayıtmaq demək olar ki, mümkün deyil. Dostlar, bugün sizi Şəkinin ən məşhur yeməklərindən biri olan piti ilə tanış edəcəm. Piti adi yemək deyil. O, xüsusi saxsı qabda, uzun saatlar ərzində zəif odda bişirilir. İçərisində əsasən quzu əti, noxud, quyruq yağı və müxtəlif ədviyyatlar olur. Elə buna görə də həm çox ətirli, həm də kifayət qədər doyumlu yeməkdir. Pitin maraqlı tərəfi odur ki, onu 2 mərhələdə yeyirlər. Əvvəlcə suyunu ayrıca boşqaba tökürlər, üzərinə sumaq əlavə olunur və sonra suxarı doğrayıb içinə qatırlar. İlk olaraq bu hissəni yeyirsən və inanın ki, çox fərqli dadı var. Sonra növbə gəlir saxsı qabın içində qalan hissəyə. Əti, noxudu və digər ərzaqları boşqaba töküb yaxşıca əzirlər. Üzərinə yenə biraz sumaq səpirlər. Yanında isə turşu ilə birlikdə yeyirlər. Əsl Şəki pitisini dadmaq istəyirsinizsə, mütləq bu qaydaya əməl edin. Düzün desəm, piti o qədər yağlı və doyumludur ki, yeməyi bitirəndən sonra biraz halım dəyişdi. Özümü ağır hiss eləməyə başladım. Ona görə də yaxınlıqdakı marketə getdi, yoldaşım su və limon aldı. Limonu suyun içinə sıxdı və içdim. İçəndən sonra bir neçə dəqiqə sonra özümə gəldim və yolumuza rahat davam etdik. Əgər yolunuz Şəkiyə düşsə, piti mütləq dadmalı olduğunuz yeməklərdəndir. Amma bir məsləhətim var. Ac gedin və porsiyanın kifayət qədər böyük və ağır olacağını unutmayın. Şəki Xan Sarayına gəlmişik. Məşhur Şəki Xan Sarayı. Gördüyünüz kimi hər iki tərəfində çox illik çınar ağacları var. Hansı ki bu ağaclar 16-cı əsrdə burada əkilmişdir. Şəki Xan Sarayı özü 1761-1762-ci illərdə Şəki xanı Məhəmməd Hüseyn xan Müştaq tərəfindən tikdirilmişdir. Memari səhv eləmirəmsə Hacı Zeynalabdin Şirzadə olmalıdır. Fars üslubunda tikilib. Gördüyünüz kimi öz möhtəşəmliyi ilə şəbəkələrin işlənməsi. Təəssüf ki, içindən çəkilişə icazə verilmir. Mən içini də girib görmüşəm və çox gözəldir. Bir çox sənətkarlar, şair və yazıçılar bura barəsində fikirlərini söyləmişdi. Onlardan birini sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Nazım Hikmət demişdi ki, Azərbaycanın başqa memarlıq abidələri olmasaydı belə, yalnız Şəki Xan Sarayını göstərmək kifayət olardı. Yəni, o qədər möhtəşəm bir saraydır bura. Gördüyünüz kimi, bu hissələrdə də ağaclıqlar, bitkilər aləmi, güllər, çiçəklərlə əhatə olunubdur. Əslində, burada sarayın ətrafında bulaqlar da var. İndi qarşıma çıxsa onu da çəkəcəm. 18-ci əsr memarlığıdır. Hazırda Şəkinin Kiş kəndində yerləşən Kiş Alban məbədindəyik. Bura Qafqazın ən qədim xristian abidələrindən biri hesab olunur. Rəvayətə görə eramızın 1-ci əsrində Müqəddəs Yelisey burada ilk kilsəni tikdirib. Bugün gördüyümüz tikili əsrlər boyu qorunub saxlanılıb, bərpa olunaraq muzeyə çevrilib. Burada aparılan arxeoloji qazıntılar isə bu ərazinin minilliklər boyu müqəddəs məkan kimi istifadə edildiyini göstərir. Mənə çox maraqlı olan bir məqam var ki, niyə görə bəzi eksponatlar açıq şəkildə nümayiş olunur? Artıq mənimdir. Getdim. Burada arxeoloji qazıntılar zamanı tapılmış qədim saxsı qablar, məişət əşyaları və ən maraqlısı şüşə örtüyü altında qorunan
qədim qəbirlər nümayiş etdirilir. Mənə bir şey də maraqlıdır ki, gördüyünüz bu saxsı qabları gözümüzün qabağında gətirdilər, qoydular belə açıq-açıq. Bu dövrdən mi qalıb, yoxsa necə? Bax, onu anlaya bilmədim. Ki Şaban məbədində maraqlı bir xalq inanışı da var. Ziyarətçilər, xüsusilə övlad arzulayanlar divara metal pul yapışdıraraq arzu tuturlar. İnanca görə metal pul divarda qalarsa, arzunun qəbul olacağına inanılır. Ölüm ruhuna bir Fatihə.